Əziz dostlar, istərdim sizinlə Qubaya aid olan bir ənənəni paylaşım. Qubada Ramazan bayramında belə bir adət var. Əgər bir evdə yas varsa, orada il mərasimi olmayıbsa, Ramazan bayramı günü orada həmin evin qapısına stul qoyulur, stula qara örpək atılır. Bu anlama gəlir ki, yəni bizim evdə qara bayramdır. Bizim üzrümüz var. Və bütün insanlar da, rayon cəmaatı da həmin qapıları gezirlər. Onlara birinci başsağlığı verirlər. Fatihə surasını oxuyurlar. Gilabdan tökürlər əllərinə və sonra da bir-birlərinə bayramı bölüşürlər. Belə bir adət-ənənə var. İnsanlar hamı bir-birinə görüşür. İstədim sizin çekim sizə də yadigar kimi qalsın sosial şəbəkədə. Bu bizim rayona məxsus adət-ənənədir. Deyilənə görə başqa rayonlarda da bu tipli nələrsə var, buna bənzər. Dəqiq bilmirəm. Kim nəsə bilirsə, bura şərhə yaza bilər.